Salam, hər vaxtınız xeyir olsun, dəyərli Media Türk TV izləyiciləri. Həftənin şənbə günü olan buraxılışımızla gündəm masada verilişi ilə sizin qarşınızdayıq. Hər zaman olduğu kimi an itibarilə regionda və dünyada baş verən ən son dəqiqə hadisələrini müzakirə edəcək. Heç şübhəsiz ki, hər kəsin bütün diqqəti İranın ətrafında, daxilində yaşanan gedişata yönəlib. Bir neçə saat əvvəl də bu barədə məlumatlar, xəbərlər media və dünya ictimaiyyətinə sızdırıldı və bu istiqamətdə artıq xəbərlər gəlməkdə davam edir ki, İran hər tərəfli şəkildə bütün paytaxt və onun yaxınlığındakı şəhərlər daxil olmaqla hələlik 4 şəhərin adı qeyd olunub. İsrailin və Amerika Birləşmiş Ştatlarının başlatdığı hücumlara məruz qalır. İran bombalanır, darmadağın edilir. Bir çox belə deyək tanınmış şəxslərin nüfuzlu belə deyək vəzifə sahiblərinin İran daxilində əməliyyatlar nəticəsində öldürülməsi ilə bağlı xəbərlər də gəlir. Məhkəmənin rəhbəri, məhkəmənin sədri, İranın baş komandanı ölənlər arasında yer alır. Yəni hər halda ilkin məlumatlar və iddialar səslənən xəbərlər bu istiqamətdə gedişat ərəfəsində həm də İranın İsrailə cavabı da gözlənilirdi. Artıq ilk raketlər İran ərazisindən İsrailə buraxılıb, nə az nə çox 30-a yaxın raket İsrailə doğru göndərilib, amma onların hansı nəticələr əldə edə biləcəyi və ümumiyyətlə İsrailin bu proseslərə necə hazırlığı olub-olmayacağı gedişatın davamında görünəcək. Amma bu dəqiqdir ki, İran artıq vurulur. İranın zərbələrini bir növ Amerika Birləşmiş Ştatları və İsrail birgə təşkil etmiş olduqları hücumlarla, əməliyyatlarla gerçəkləşdirirlər. Paytaxt Tehrana vurulan zərbələrdə dağıntılar, binalar, hökumət üzvlərinin qaldığı ərazilər, Xamneyinin gizlədilməsi ilə bağlı məlumat var. Paytaxt Tehranda Xamneyinə məxsus olan ofis saatı onun olmadığı deyilməkdədir. Yəni rəsmi xəbərlərə istinadən müəyyən belə media qurumlarından gələn məlumatlar bunu göstərir ki, Xamney belə gizlədilib, müəyyən səlahiyyət sahibləri öldürülüb, İrana darmadağın edici, dağıdıcı zərbələr endirilməkdədir. Yeri gəlmişə müzakirəmiz davam etdiyi ərəfədə daha bir qonağımız var. Canlı bağlantımızda Güney Azərbaycanlı siyasətçi, İsveçdə yaşayan soydaşımız Əjdər bəy Tağızadə bizimlə bağlantıdadır. Əjdər bəyə də salamlayırıq və dəvətimizi qəbul edib canlı yayımızda olduğu üçün təşəkkür edirik. Əjdər bəyə söz verməzdən öncə isə... Mən də salamlayıram Əjdər bəy. Təşəkkür edirik təbii ki. Söz verməzdən öncə təbii ki ona da suallarımız olacaq. İranla bağlı daha bir məlumat paylaşılıb. İranın hərbi hava qüvvələrinin bazası da vurulub. Bu istiqamətdə yeni görüntülər və kadrlarda təqdim olunmaqda. Dəyərli rejissorumuz yəqin ki, xəbəri təqdim etdiyimiz ərəfədə irəliləyən saniyələrdə bu xəbərlə bağlı görüntülər də bizə göstərəcək. İsrail ordusu tərəfindən İranın hərbi hava qüvvələri bazasına hücum təşkil edilib. Bu barədə Telegram kanallarında da paylaşımlar edilib. Qeyd edək ki, İsrail Müdafiə Naziri İsrail Katz ölkənin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İranın hücumuna dəstək nümayiş etdirir. İran tərəfi də İsrailə artıq raket zərbələri göndərib. Raketlər sayı 30-a yaxın deyilir, amma hər halda o raketlərin ətrafda İsrail yaxınlığında hər hansı bir dağıntı törətməsi ilə bağlı xəbərlər yoxdur, amma İrana hər tərəfli şəkildə geniş miqyaslı bir hücum dalğası götürülüb, start verilib, başlayıb bu proses və Amerika Birləşmiş Ştatları, İsrail bərabər şəkildə əməliyyatları təşkil edirlər. Paytaxt Tehran və ətraf ərazilər vurulur, dağıntılar var, ölənlərin olduğu deyilir. Hər halda daha da dəqiqləşdirilmiş yeni informasiyalar rəsmi qurumlar tərəfindən açıqlanan yəqin ki, xəbərlər də olacaq. İran tərəfi isə bütün bu məlumatları gizlətməkdə hələ ki davam edir. Hətta Xamneyin özünün də belə harasa apardıqları, gizlətdikləri ilə bağlı bu yöndə xəbərlər gəlməkdə və səslənməkdə də davam edir. Görək gedişat nələri vəd edəcək. İndi Əjdər bəylə müzakirəmizə qaldığımız yerdən davam edəcək. Pənah bəyə də təbii ki suallarımız olacaq. Əjdər bəy, bir daha salamlayırıq sizi və indiki məqamda Amerika Birləşmiş Ştatlarının, İsrailin həyata keçirdiyi əməliyyatları, gedişatı, bu istiqamətdə yaşanan olayları necə və hansı formada şərh etmək mümkündür? Sizin gözləntiləriniz, proses öncəsi, indiki, yəni olaylar başlamazdan öncə saatlar əvvəl, yəni İrana qarşı İsrail və Amerika Birləşmiş Ştatları bu cür əməliyyata start verməzdən öncə düşüncələriniz, fikirləriniz və indiki məqamda gözləntiləriniz necədir? Təşəkkür edirəm və sizləri də Sayın Pənah bəy də buradan salamlayıram. Demək ki, o Moğud günü, o əsas ki 45 sənədən sonra axır ki, o gün gəldi, yetişdi. Cənab Trump'ın bu 8 dəqiqəlik də yaxındır, demək ki, saatlar içində verdiyi bəyanatla göstərdiyi biz gəldik. Dedi, biz gəldik. Əlbəttə orada da müraciət etdi ki, İran adlanan yerdə olan millətlərə ki, sizin də gücünüz meydanda olmalıdır. Bu İran adlanan yerdə olan millətlər çoxdandır meydandadılar. Çoxdandır ki, bu millətinə, bu demək ki, bu rejimlə döyüşürlər, irtica ilə, işğalına. Yəni, indiki zamanədə, indiki bu irticaçılıqla, işğalçılıqla, şovinizmlə bəzi şeylər belə sulğalaşıblar ki, yəni bir tərəfdən dini, məzhəbi demək ki, bunlar istismar edib, o yandan da işğalçılar və son zamanlar Cənab Trump da o günləri konqresdə söylədi. 32 min dedi, amma 40 mindən çox bu rejim insanları qırıb. Özəlliklə də başqa yerlərdə, istər ki, İsfahan, Tehran, Şiraz və Farslar çoxunluğu təşkil edən yerlərdə
Tehranda çoxlarını öldürsə də Azərbaycanda amma adsız sansız öldürüb Azərbaycanda, Təbrizdə və Ərdəbildə, Urumiyədə, bizim şəhərlərdə anteniya, mediya getməyən, demək ki, adı sanı olmamış insanları qırıbdır, qızları, oğlanları. Elə bil ki, bayaq Sayın Pənah bəydə söylədilər. Burada bir böyük millətdən söz yox. Və harda qaldı bu 50 milyon deyənlər, bu 40 milyon deyənlər, bu Azərbaycan Türkü, bu millətin varlığından qırırlar, qan axır sokaklarda, qan axır küçələrdə. Nə oldu? Bir dənə quş qondurmazı, bir dənə demək ki, adamı tapmışdınız, bizim prezidentimiz əli qanlıdır, 40 milyonu öldürübdü burada, 40 mini öldürüblər. Ay Pezeşkiyan gəldi, Türkü qutardı, Türk dövləti oldu. Nə Türk dövləti oldu? Bu irticanın demək ki, bir baskısı, bir işğalçı, Fars dövlətçiliyinin irticanı da qucağına almış, möhümatçılığı da. Axı insaf da, ədalət də yaxşı bir şeydir. Hələ bili göz yerində. Bu Azərbaycanlılar, bu Türklər məşrutəçi, parlamançı, cumhuriyyətçi, dünyəviçi olublar bu 100 il içində. Nədir aslanımsız bir irticanın demək ki, quyruğundan aslanmışdınız. Azərbaycan dövləti gözəl siyasət yürütdü bu son illərdə. İstər İsraillə, istər son zamanlar Amerika ilə, yəni bu alyansla, yəni o Rus orbitindən çıxmağına bugün soruşmaq olar. Nə oldu və bu son günlərdə deyir, Çin gəlir, Rusiya hara gələcəklər? Etin qulağın kimin kəsib yerində oturdub deçinli. Gələcək Amerika belə tədarük görüb ki, hər şey necə lazımdır tədarük görüb. İsrail də ay dönəcək Tehran rejimi ilə Kuzey Koreyadan, Çindən aldığı dəmir dümür ilə Amerikanı vuracaq, ondan sonra da İsraili vuracaq. Elə demək ki, gücü o demək millətlərə çatıbdır, insanlara, cavanlara, qocalara çatıb onları qıra. Qan axır İran adılanan yerdə. Hamı bilir, hani bə bu ziyalılıq. Elə insanlar belə susub, Sayın Pənah bəy dedi. Sayın Pənah bəy, 40 ildir ki, demək ki, bu Azərbaycanın güneyindən olan insanlar Azərbaycanın muzeyində və Azərbaycanın demək ki, və Anadolu'da, Türkiyədə millətim deyirlər. Və o ruh ki gəlmişdi Azərbaycanın muzeyindən, demək ki, açmışdı arazın üzərindən, güneyi solğalamışdı. Bu irticanı qorxuya salmışdı. Bir də əllər namərcəsinə o ruhu öldürməyə çalışdılar. Amma bu günləri axır ki, gəlib, baxın, görün, demək ki, gecə saatlarından bəri Pəhləvi sülaləsinin ortaya atıldığı o cocuğu ay söküb televizyonları. Televizyonlar xaricdən BBC, İran International, Nəmaybilə, Voice of America, çəkilin şah gəlir. Hara gəlir? Nə şahı? Millətlər var burada. Böyük Azərbaycan, Türk milləti var burada. Başqa millətlər var. Hələ rejimin demək ki, o otorite qoy bir zərrə sınsın. Vururlar indi pastoru, yəni mollanın, Seyd Əlinin, ondan sonra bunun dövlət, qondarma dövlətinin yerlərini vururlar. Dənə-dənə vururlar. Bəli, siz buyurdunuz. Aparıb füzələri gizlədi Təbrizin ətrafında bilərək. Aparıb demək ki, başqa yerlərdə Azərbaycanda və başqa millətlərin içində gizlədi füzələri. Necə füzələri çıxardacaqsan, İsraili vuracaqsan və demək ki, qonşu ölkələri açıqcasına deyirlər, sən 45 ildir deyibsən Amerika, gəlirik, Vaşinqtona da gələcəyik, Ağ evdə namaz qılacaq, filan eləyəcək. İndi Amerika gəldi, çıx qabağa. Niyə millətləri xəşləyirsən? Səni gətirən də, deyən də deyir ki, gəlibdir, vurur da, çıx. Amma məsələ buradadır ki, bu günləri bu rejimin otoritəsi sınır. Qaçıb gizlənibsiz. Seyd Əli, bədəydin göydən İmam Zaman bizi qoruyacaq. Bədəydin yox, qeybi əllər qoruyacaq. Hardadır o qeybi əllər? Və millətləri, insanları qırıbsınız. Bu gündə bir fürsətdir. 40 il içində bu millətlər, özəlliklə Azərbaycanlılar meydandaydı və vardılar. Gördülər, sizinlə bacarmaq olmur. Siz 2 gün içində, demək ki, bu 1 ay içində 40 mindən çox adamı qırdınız. Mən bunu demirəm, axırcasına Trump ağzı açıldı, kongresdə açıq dedi. Dedi, bunlar 32 bin adam öldürüblər. Bunlar 45 ildə Amerikalı öldürürlər. Bunlar dünyanı ota çəkiblər. Dünyanın terörün başıdırlar bunlar. Və bu günləri deyir ki, Amerika gəl, İsrail gələcək, qıracaq. İndi deyir ki, Amerika, İsrail səni vuracaq füzələrlə və yaxud nüvə silahı ilə gəlsin də qonşu ölkələri vuracaq. Azərbaycanı vuracaqsan, hə? Azərbaycanda demək ki, Amerikanın, İsrailin səfirici vuracaqsan. Ankarada demək ki, gedəcəksən incirici vuracaqsan. Yordaniyanı vuracaqsan. Hər şey tədarük görüblər. Vurarsan, vuracaqlar. Ged Azərbaycanı vur, Türkmenistanı vuracaqsan. Elə cəsarətin yoxdur. O demək
ki, necə ki şişirdirdilər, ay Sovet İttifaqı gələcək, aynen diktatorlar və despot ölkələr və diktatoriya demək ki, çulğalanmış ölkələrin hakimi çox olur. Hesab günü gələndə Sisana dönürlər. İndi Sisana dönübsüz. Məsələ budur ki, İran adlanan yerdə yine ona göre dedim bizim devletimiz açık yaxşı güzel siyaset götürdü Azerbaycan'da. Dünyeviçilik, sekularçılık, irticiye karşı, mühimmatçılığa karşı ve belə bir devletlere karşı, belə bir hakimiyetlere karşı. Yani burada ilanın başı Tehran'dadır. Sayın Pənah Bey bilir. İllerdir biz Azerbaycan'da sığırırdı. Bu irticadır. Bu dağılacaq ya heləsindən ya beləsindən. İndi bu gündə geçen demek ki 5 ay bundan önce 13 günlük demek ki İsrail ile Amerika vuranda gördüler yok. Orada bir şey eskiydi. Gettiler evin zindanında vurdular. İrticati xalq mücahidləri. Demek ki üzdən Irak, dırnaq arası şahsılar dediler gedin vurun İsrail zindanı vursanız millətlər meydanda olacaq. Elə deyil. Millətlər, insanlar öz istəkləri əsasında aş istəyir, iş istəyir, çörək istəyir, azadlıq istəyir, demokrasi istəyir. Azad dövlət istəyir, millətlər çıxdı və o sonra Amerikası da gördü, ha, indi cür gəlir. İndi millətlər meydandadır, baxın görün. 40 bin adamı öldürdü, elə bildi, qorxutdu. Amma nə oldu sonra? Millətlər məzarlıqda getdilər, bayram tutdular, halay çəkdilər. Sonra öğrencilər universitelərdə qalxdılar ayağa. Kimsə də qorxmur, qorxu tökülüb. Hansı formada güllə ilə vursan vur, üzbəyiz bir savaşdır. Ona görə də indiki saat başı Amerikadan, İsrail'den, İsrail'de oturup gözlemeyəcəkdi ki, İsrail gözləyəcək, İsrail bəli gözləyirdi ki, demək ki, Gerald Ford gələ Hayfada dayana və demək ki, qorumağı, demək ki, oradan o füzələrlə qoruya İsraili və dünən axşam da gəldi, yetişdi. Hamı da bilirdi ki, o əsas saat gəlib yetişib. Yəni deyirlər, Tehran rejimi füzələrlə vuracaq. Hansı füzələrlə vuracaqsan? Sənin leyserlə hamısını endirəcək aşağı. Amerika bir uçaklar getirip ki içinde silah yok, silah yoktu. Təhsə demek ki bütün demek her ne vardı Venezuela kimin senin demek ki yerinde her şeyi söndürecek. Amerika'ya karşı çıkabileceksen. Çıkabilmeyeceksen. Mesele budur. Hatta o zaman da Sayın Heydər Bəy. O zaman da o Oktyabrın 7'sinden sonra elə sizin tribunadan da ve bizim öz təşkilatın tribunasından deyir ki bu İsrail'le bacara bilmeyeceğiz. Elə bilirdilər biz İsrail'in aşığı, göz qaşına aşığı. Elə deyir, aşığı deyirdi. Gerçəkçi başka bir şeydi. İsrail'in düşmanı da deyir. Yahud millətində başka bir millətlərində. Amma geldi İsrail 70 bin nəfəri öldürdü. Gedin vurun, öldürün Azerbaycan. Sen de gel de. Sen de hara gelirdi Azerbaycan, ay Filistin böyle oldu. O da indi Filistin getdi, o da İrəvanda səfircini açtı. Bu Əbu Mədən, Əbu Abbas, o Yasir Ərəfat böyük Ermənistan istəyirdilər. Azerbaycan devletinin o düzgün siyasetini, yürütücü siyaseti kimseler sığırdılar, hayküye götürürdülər. Bu günleri bu bölgede, bölgenin kurtarmağı için ister İsrail'in eliyle olsun, ister Amerikan, amma esas milletlerdi. Sayın Pənah Bəy'in o sözüne qayıdıram. 40 milyon değiller Azerbaycan Türk'ü. Ben dedim ki dəfələrlə, dünən də başka bir televizyonda söyledim. Dəfələrlə İlham Əliyevə qarşı hansı sevrilişlər, hansı rusofillik, İranofillik, mallacığazlıq yola salsaz, ay sevriliş eləyəri filan. Amma İlham Əliyev elə yine çıxıb deyəcək 50 milyon. 50 milyon. Çilə də deyir 50 milyon. 50 milyondur. Güya da gösteriyoruz, yerə deyirsiniz. Ve bu günler bu Azerbaycan'ın güneyinde bu 40 milyon bu millet, eğer bir şey bu milletsiz çözülseydi, milletlersiz bu 40 senesi 100 senesinde çözülerdi de çözülmeyip. Kapıdan kovalayırsan bu şahsı deyilenleri, pencereden kovalayırsan kapıdan girir. Kapıdan girsen gidip bacadan gelir. Hadi senin dedeni de atanı da iç gününde sürdüler apardılar, bu milletler kovaladı. Şimdi atanı gelin ben şaham. O birisi gelip deyir ki ben de mücahidem gelmişim demek ki filan eləyəm. Sen kimsen? Terörist. Sen nesin? Burada böyük bir milletin adı seçilmir. Ona göre de biz deyirik ey Trump, ey Cenab-ı Trump. Burada milletler var. Hak var, adalet var. Bu millet demokrasi, azadlık, sekularçılık her şey isteyir. Amerika'da bu biz o demek ki dəstənin içindeyiz. Sayın Əbülfəz Elçi Bəy də bizim dövlət başçıları da her zaman deyiblər. Sayın İlham Əliyev də biz bu alyansı deyil. Kira demek ki Rusya ne on çıkarırsa çıkarsın. Kafkaslarda filan da her ne deseler de biz bu alyanslıyıq ve bu günlerde zaman da bu milletlerin xeyirdə qutarıbdır. Ay kimseler çıkacaq diyecek ki dəstə qeybi. O demek ki qeybilərdən əllər gələcək. Tehran'ı koruyacaq. Tehran'ı, Seyyid Əli Xameneyini koruyan yoktu. Ola bilmeyecek. Bunlar 1500 yıl sonra geliblər.
geridə qalıblar. O 1500 yıl bundan qabaqki bir dövrün adamları ola bilərdilər. İslam dünyasını parçalayıblar. Bir dənə farsı şiəsilik gətirməklə bu günləri Səudi Ərəbistan'da və nə oldu? Deydi ki, Ərəb ölkələr istəmir. Hamı istəyirlər ki, Amerika buranı vurar. Ərəblər də, qonşular da, hamı da. Bir xəbər var. Əjdər bəy, onun tamaşaçılarımızın diqqətinə çatdırmaq istəyirəm. Verilişimizin başa çatmasına təxminən 10 dəqiqə qalıb. Hər ikinizdən 3-4 dəqiqəlik bu proseslərlə və gedişatla bağlı fikirlərinizi öyrənmək istəyəcəm. Amma əvvəlcə bu xəbərə diqqət edək. Netanyahudan Azərbaycanlılara bir müraciət çağırış gəlib. İranda yaşayan Azərbaycanlılara İsrailin baş naziri hansı çağırışı edir? Bu məlumatı yeni qoşulan tamaşaçılarımızın, dəyərli seyircilərimizin diqqətinə çatdıraq. Qeyd edək ki, 3000-ə yaxın şəxs hal-hazırda bizi izləməkdədir. Tamaşaçılarımızın sayı durmadan artır. Sizsə mütləq yeni qoşulanlar yayımızı bəyənin, kanalımıza abunə olmağı unutmayın ki, daim baş verən hadisələri, yenilənən xəbərləri və gərgin gedişata dair gerçəklikləri daha geniş auditoriya Media Türk TV vasitəsilə izləyə bilsin. İran xalqının bütün təbəqələri, farslar, kürdlər, Azərbaycanlılar, bəluçlar, əhvazilər zülm hökmranlığından qurtulub azad və sülhsevər İran yaratmağın vaxtı gəlib çatıb. Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyir. Qardaşlarım və bacılarım, İsrail vətəndaşları. Xatırladaq ki, İsrail və Amerika Birləşmiş Ştatları yaxınlarda İranda terrorçu rejimdən gələn mövcudluq təhdidini aradan qaldırmaq üçün əməliyyata başlayıb. Biz böyük dostumuz Prezident Donald Trump'ın tarixi liderliyinə təşəkkür edirik. 47 il ərzində Ayətullah rejimi İsrailə ölüm, Amerikaya ölüm şüarını səsləndirib. O qanımızı töküb, çox sayılı Amerikalılar öldürüb və öz xalqına zərbə vurub. Bu ölümcül terrorçu rejimə nüvə silahı əldə etməyə imkan vermək olmaz. Çünki bu silah insanlığa qarşı təhdid yarada bilər. Bizim birgə fəaliyyətimiz cəsur İran xalqının öz taleyini əlinə almasına şərait yaradacaq. Mən sizə, İsrail vətəndaşlarına, mülki müdafiə komandanlığına göstərişlərinə əməl etməyə tövsiyə edirəm. Gələn günlərdə Aslan qışqırığı əməliyyatı zamanı hamımızdan səbir və daxili güc tələb olunacaq. Birlikdə biz müqavimət göstərəcəyik, birlikdə döyüşəcəyik, birlikdə İsrailin əbədiliyini təmin edəcəyik deyə İsrail baş naziri Benyamin Netanyahu çağırışında qeyd edib və əvvəlində isə Azərbaycanlılara da bir növ müraciəti olub ki, onlar da bu prosesdə yer almalılar. Rejimin çöktürülməsi və tamamən aradan götürülməsi istiqamətində atacağımız, bu istiqamətdə atacağımız bütün addımları, səyləri, fəaliyyətləri dəstəkləsinlər. Onlardan əsas gözləntimiz bu istiqamətdədir. Hər halda çağırışlar, rəsmi açıqlamalar, bəyanatlar gəlməkdə davam edir. 3000-ə yaxın insanımız var. Hamısının sayını bu dəqiqə qarşımdadır, elə görməkdəyəm və yazılan şərhlər də var. Çoxları bu proseslər əslində gedişatı böyük səbirsizliklə gözləyir. Nələr olacaq, nələr baş verəcək, özəlliklə də Güney Azərbaycanlıların gələcək taleyi baxımından böyük sual yaradan, həssaslıqla izləyəcəyimiz məsələlər var. Siz də söylədi. Əjdər bəy, siz necə düşünürsünüz? Güney Azərbaycanlıların gələcəyi, aqibəti, bu məsələlərdə iştirakı, fəaliyyəti necə olmalıdır? Müraciətlər, çağırışlar Azərbaycan və Türkiyə olaraq, yəni İranın ətrafında, daxilində yaşanan hadisələrə bizim reaksiyamız, bundan sonraki münasibətimiz necə olacaq? Yəni əməliyyatlar davam edəcək, orada proseslər gərginlik istiqamətində, bundan sonraki mərhələdə də yəqin ki, yüksələcək, bu istiqamətdə İrana ağır zərbələrin endiriləcəyi gözlənti var. Amma bunların hamısından daha önəmli proseslərlə bərabər bizi Güney Azərbaycanlıların gələcək taleyi, proseslərdə iştirakı, rolu və müqəddəratı maraqlandırır. Nə olacaq, nə baş verəcək? Onların bizə çağırışı, müraciəti Pənah bəy qeyd etdiyi kimi necə olmalıdır və Azərbaycan, Türkiyə, Türk dövlətləri olaraq İranın daxilində yaşananlara necə müdaxilə edə bilərik sizcə? Təşəkkür edirəm Heydər bəy. 21-ci əsr dəfələrlə söylənib və belə də görünübdür. Demək ki, əsarətdə olan millətlərin demək ki, azadlıq və demək ki, qurtuluş demək ki, önəmlidir. Yəni bu günləri bunu möcüzə də deyir, demək ki, sırrıları ay Trump da, Netanyahu da bilmir. Nə bir dövlət, nə bir millət, nə bir bayraq. Ay Fars milləti, Fars dövləti, ay demək ki, Farsın yenə burada elə deyil. Burada böyük Türk milləti vardı, başqa millətlər də vardı və bunlar da hamısı azadlıqlarını izləyir. O boyda Yugoslaviya, varlı dövlətli Yugoslaviya dağıldı, kimə zərər elədi? Türkiyə zərər elədi mi? Avropaya zərər elədi mi? Böyük azad dövlətlər inkişaf eləmiş, demokrasi uğrunda çalışan və çiçəklənən dövlətlərdir bu günləri. Ay demək ki, bizə heç var, biz türklərinə, Azərbaycan türklərinə gəlib cinayətkarlarımızı biz tarixi bilirik, görmüşük. Gəlib demək ki, bunları qoruyaq, yenidən İranı qorumaq, İran adlanan yeri qorumağın min siyasi bizə düşməyib. Başqa millətlərə də, insanlara da zulüm olar.
Ay demək ki, harda Trump deyib ki, harda demək ki, Netanyahu və deməzlər də, ay biz demək ki, şahsılıq üsul idarəsini qoruyuruq, filan kəsin gətiririk filan. Bura keçdi. İraqda bu işi bir zaman yaptılar, tələbilər, nəmkimləri atdılar, qabaqlarına gətdilər Səddamdan sonra. Sonra da gördülər, elə çox orada öldürülənlər Amerikalılar oldu. İçindən Süleymanlılar çıxdı və demək ki, nə filanlar cinayətkar Əbu Bəkirlər çıxdı. İran adlanan yerdə də hələ sel başlayıb gəlməyə, sabah gör nə olacaq. Özləri də deyirlər, ay vətəndaş müharibəsinə gedər, millətlərin haqlarına gözünü yumarsınız, burada çox şey olar. Özü də burada böyük Türk millətini biz ən güclü dönəmliyik. Yəni burada Türkiyə vardı, Türkiyə Cumhuriyyəti dövləti, Azərbaycan dövləti vardı, keçdik 1946-cı il deyir. Sovet dönəmi deyir, soğuk savaş dönəmi bitibdi, millətlər dövrüdür. Ona görə də bu günləri özəlliklə bu son aylardan və bu son illərdən İran adlanan yer deyirlər, elə bil ki, burada başqa millətlər zat yoxdur. Köhnə hamam, köhnə tas. Qaydın demək ki, gətirir nəm kimsələri, belə şeylər yoxdur. Burada da Azərbaycan Türkü və Sayın Pənah bəy də söylədilər. Azərbaycanlılar Bakıda Bozqurd, demək ki, Moskvaya gedəndə Lenin yadlarına düşəcək, Türkiye'ye gedəndə ay İranın həmsin götürəcək, amma tez qaçırlar şahçısının, ondan sonra Mallacıqazın, Xalq Mücahidinin yanına, onun bunun yanına desən, dəyin görə ki, millətini görməlisən. İstəyirsən dövləti görməlisən, dövlətin də vardı Azərbaycanda da, alnı da açıqdır. Və bu günlərdə, bu millət də, bu dövlət də, yox, bəni Azərbaycan dövləti orada ordu göndərmir, Türkiyə ordu göndərmir. Niyə? İstəyirsən ki, demək ki, Azərbaycan dövlətinin orada bir casus tutulmayıb. Türkiyənin də sabahları bunların hamısı birləşə, bir də üstümüzə gələ. Amma gedişat belədir ki, yarın bu dövlətlərimizlə bizlə bir yerdədirlər. Yarın bir yerdədirlər. Azərbaycanla söhbət millətdən gedir. Anadolu da 44 günü savaşda göstərdi. Azərbaycan da, Türkiyədə və bizim də demək ki, səsimiz bunlardan demək dünyaya satacaq. Ona görə millətimiz də bu günləri Azərbaycanın güneyində Hayküyə, ondan sonra ay dədavay gəldilər, ay qutardı xeyr. İrticanı gəlib vurur, işğalçını vurur, özləri savaş istəyib vursunlar, özləri bilənlər. Amma kimsə onların kölgəsində atlana gəlir. Mənkinə gəlmişəm, salamun əleykum, belə söhbət yoxdur. Millətimiz öz böyüklüyünü bu 40 ildə göstərib ki, hər 2 ildən, 3 ildən bir bu millət Azərbaycanın güneyində olan bu türlər meydanda olub. İndi zindanlardadır. İndi Təbriz demək ki, bax əymir Təbriz heç bir şey. Kimsə çıxıb deyir ki, ay quş dondurmaz, Pezeşkiyan oradan gəldi, elə söhbət yoxdur. Bu millət Azərbaycanın güneyində haray Türkəm deyir. Canım qurban Türkiyə deyir. Azərbaycan bayrağı qaldırır. Bu millət o ruhu alıbdır. O quzeydən gələn o cumhuriyyətçilik, istiqlal, bağımsızlıq ruhunu alıbdır. Ona görə də Azərbaycanın güneyində bizim millətimizin, yəni 40 milyon deyənlər bilsin, 40 milyonun gücü çox böyük gücdür. Sabah gedəcək, bu gücü qoyacaq, kimsənin zıqqulu təşkilatların gücünün üstə şişə yemiş, qaçmış, oğruya şişə təşkilatların gücünə gəlib onları aparaq Tehrana, baxı bə pişəməri deyirsiniz, Tehranı abad eləyərsiniz, özünüz bərbad olarsınız. Zaman bizim zamanımızdır, bizim xeyrimizə gedir bu zaman. Ona görə də bu Güney Azərbaycan Demokratik Türk, Azərbaycan Türk Cumhuriyyətidir. Güney Azərbaycanın istiqlali, bağımsızlığı bu Birləşmiş Millətlər Təşkilatda da, hüquqda da, qanunda da öz yeri vardır. Bu İran adlanan yerdə bütün alternativlər, qaçmışları, hakimiyyətli olanların üzü qaradır. Ona görə də bizim millətimizin yolu açıqdır. Buyurunuz. Canlı yayımız bitir, yekunlaşır. Sizə də çıxışınıza görə ətraflı şəkildə baş verən hadisələrlə əlaqədar təhlillərinizi və şərhlərinizi söylədiyiniz üçün minnətdarıq.